Bugün bir kənd məktəbinə getmişdik. Çox maraqlı oldu. Məktəb binası köhnə olsa da içindəki müəllimlər və şagirdlər hər şey əla idi. Məktəbdə iki diqqətimi çəkən məqam oldu. Bunlardan birisi şəhid adına olan otaqda yaradılan imkanlar hansı ki, orada şagirdlərin təlimlər, seminarlar verilirdi. Bax bu otaqda biz daha sonra bir seminar keçirəcəyik. Universitetlər, ixtisas seçimi ilə bağlı. Bu otaqda isə hər şey çox gözəl idi. Sanki bir diyarşünaslıq muzeyini xatırladırdı. Eksponatlar, tapıntılar. Bu da Təbriz torpağı var idi hətta. Təbrizdən gətirilən torpaq, Şuşadan gətirilən torpaq. Şəhrabanu müəllimənin şagirdlərə yanaşması, onlarla tək-tək maraqlanması, onların tarixə, elmə yanaşması çox maraqlı idi. Biraz musiqidə ifa edən oldu. Bu qənimət idi. Şəhid Şahmar Mənəfovun adına olan otaqda şagirdlərlə 9, 10, 11-ci sinif şagirdləri ilə seminar keçirdik. İxtisas seçimi, ixtisaslarla bağlı danışdıq. Şagirdləri düşündürən suallara cavab verdik. Daha sonra məktəbin həyətində gəzməyə başladı. Məktəbdən xoşum gələn məsələ oldu ki, müəllimlər, şagirdlər, valideynlər hər kəs məktəb üçün nəsə bir töhfə verməyə çalışırlar. Rəsm çəkiblərini çəkir, evdə nəsə varsa gətirirlər. Çox gözəldir hər şey. Buyurun izləyin. Salam uşaqlar, necəsiniz? 6 sinif oxuyursunuz, eləmi? 6. Nə olmaq istəyirsən? Adın necə oldu?